Martın 18-də Şirvanda Novruz bayramına həsr olunmuş ümumşəhər tədbiri keçirilib. Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili Heydər Əsədov, hüquq mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri iştirak ediblər. Əvvəlcə əsaslı təmir edilən İsmət Qayıbov adına Mədəniyyət və İstirahət Parkının açılışı olub. Daha sonra bayram tonqalı şəhid övladları ilə birlikdə alovlandırılıb. Dədə Qorqud və Bahar qızı yazın gəlişini simvolizə edən səmənini icra başçısına təqdim edib. Keçəl və Kosa isə bayram şənliyinə xüsusi rəng qatıb. Tədbirdə idmançıların nümunəvi çıxışları, Novruz atributları və milli dəyərlərimizi əks etdirən sərgilər nümayiş etdirilib. İlqar Abbasov və Heydər Əsədov şəhər sakinlərini bayram münasibətilə təbrik edərək onlara bahar əhval-ruhiyyəsi və bol ruzu bərəkət arzulayıblar. Bayram tədbiri konsert proqramı ilə davam edib. Biz də Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, süfrələrinin bol və bərəkətli olmasını arzulayırıq. Mirsahib Rahiloğlu, Muğan TV, Şirvan. Qarabağ